Salam, hər vaxtınız xeyir olsun. Soyuqdəymədə bütün mikroblara təsir göstərən içki haqqında sizə məlumat vermək istəyirəm. Bilirsiniz ki, antibiotiklər bakteriyaları məhv edir. Virus və göbələklərə təsir göstərə bilmir. Mənim deyəcəyim bu içki bütün mikroblara təsir göstərir. Bədənin istiliyi qalxdıqda onu aşağı salmağa tələsməyin. İstilik bədənin normal immun reaksiyasıdır. İnfeksiya ilə mübarizədə immunitet güclü bir silahdır. Xəstəliklə bədənin immuniteti mübarizə aparır. İstiliyin aşağı salınmasına yönəlmiş hər hansı bir hərəkət infeksiyanın uzanmasına, xəstəliklə mübarizənin çətinləşməsinə səbəb olur. Soyuqdəymədə ən effektli evdə hazırlanan içkinin tərkibi aşağıdakılardır. 15 ədəd diş sarımsaq, 1/4 stəkan zəncəfil, 1 xörək qaşığı üyüdülmüş sarı kök, 100 ml alma sirkəsi, 1 qabıqlı limon, 1/4 stəkan bal, 2 xörək qaşığı zeytun yağı və 1 stəkan su. Bütün bunları 1-2 dəqiqə blenderdə qarışdırdıqdan sonra yarım litrlik bir bankaya əlavə edin. Bankanın dolmasına 1 sm qalana qədər su əlavə edin. Ağzını kip bağlayın və soyuducuda saxlayın. Bu qarışım hazırlanan kimi də istifadə etmək olar. 3-4 gün saxlandıqdan sonra istifadə etdikdə isə onun effekti daha yaxşı olur. Soyuqdəymə vaxtı yarım stəkan istifadə edə bilərsiniz, gün ərzində 3-4 dəfə. Bu videodan istifadə etməzdən əvvəl bütün digər videolarım kimi öz müalicə həkiminizlə məsləhətləşin. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.